Vəkillik cəmiyyətin tərkib hissəsidir. Bunu baş prokuror Kamran Əliyev 28 dekabr Vəkil Günü Peşə Bayramı münasibəti ilə Vəkillər Kollegiyasının üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli and içmə mərasimində çıxış edərkən dedi. Yəni hər bir cəmiyyətin inkişafı, onun mövcudluğundan danışanda biz vəkillik üstünü ondan ayrı izolyasiya olunmuş şəraitdə baxıb onun rolunu cəmiyyətdə ədalət mühakimə sistemində ayrıca təhlil edə bilməliyik. Bunlar hamısı bir yerdə təhlil olunmalıdır. Mən onu tam əminliklə və fəxrlə qeyd edirəm ki, Sovetlər dövründən və Azərbaycan müstəqillik əldə etdikdən sonra vəkillik institutunun dinamikasında, onların inkişafında, rolunda, ədalət mühakimə sistemində rolu tamamilə dəyişmişdir, müsbətə doğru dəyişmişdir, daha aktiv olmuşdur. Biz bunu görməyə bilməliyik. Son zamanlar vəkillik institutunun nə dərəcədə inkişaf etdiyini və cəmiyyətdə aktiv olduğunu biz şahidi oluruq və həmkarlar kimi biz buna ancaq sevinirik. Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində islahatları daha da genişləndirib. Bu islahatlar həm məhkəmə sahəsini, prokuror orqanların fəaliyyətini, o cümlədən məhkəmə orqanlarının fəaliyyətini əhatə edir. Və bu istiqamətlər içində əlbəttə ki, həm institusional tədbirlər, həm qanunvericilik bazası təkmilləşdirilmişdir. Və məhkəmə sahəsində əsas qurumlar olan o cümlədən Məhkəmə Hüquq Şurasının fəaliyyəti də genişləndirilmişdir. Və hakimlərin qiymətləndirmə komitəsi təsis edilmişdir. Hakimiyyət namizədlərin seçki proseduru sadələşdirilmişdir. Və xüsusilə bu məqamla qeyd etmək istəyərdim ki, Ali Məhkəmənin son illərdə vahid məhkəmə təcrübəsinin təkmilləşdirilməsində xüsusi tədbirlər həyata keçirilmişdir və Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən bir çox qərarları qəbul edilmişdir. Əlbəttə ki, bu işlərdə də bu qərarların qəbul edilməsi bütün hüquq ictimaiyyəti, o cümlədən vəkillərimiz üçün geniş, deməli, dairədə əməkdaşlığımızın gücləndirilməsi üçün böyük rol oynayır. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov vurğuladı ki, bugün Azərbaycan vəkilliyi müasir çağırışlara cavab verir. İnstitusional baxımından formalaşmış və cəmiyyətin etimadını qazanmış bir təsisatdır. Hörmətli həmkarlar, müasir dövrdə hüquq sisteminin qarşısında duran çağırışlar daha mürəkkəb və çox şahiəlidir. Qloballaşma, rəqəmsallaşma, beynəlxalq hüquq münasibətlərinin intensivləşməsi, insan hüquqları sayəsində yeni standartların formalaşması vəkilin rolunu daha da artırır. Müasir vəkil təkcə milli qanunvericiliyi deyil, beynəlxalq hüququ, məhkəmə presidentlərini, müqayisəli hüquq təcrübəsini də dərindən bilməlidir. Eyni zamanda vəkil daim dəyişən hüquqi mühitə çevik uyğunlaşmağı bacarmalıdır. Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirdi ki, növbəti il üçün ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 9 milyon manat ayrılıb. Prezidentin 3 aprel 2019-cu il tarixli məhkəmə hüquq islahatlarının dərinləşməsi haqqında fərmanı bu baxımdan xüsusi strateji əhəmiyyətə malikdir. Həmin fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması bu siyasətin ardıcıl davamının bariz nümunəsidir. Qeyd edim ki, 2025-ci il üzrə 34.073 qərar üzrə 6 milyon manata yaxın məbləğ vəkillərə ödənilmişdir. Anar Bağırov çıxışının davamında qeyd etdi ki, 2018-ci ildən bugünədək vəkilliyə qəbul məqsədi ilə ümumilikdə 16 test imtahanı təşkil olunub. Bu imtahanlarda 6893 namizəd iştirak edib. Onlardan 1975 nəfər icbari təlim mərhələsinə uğurla başa vuraraq and içib kollegiyanın üzvü olub. Tədbir çərçivəsində isə daha 60 namizəd təntənəli and içmə mərasimində iştirak edərək kollegiyanın sıralarına qəbul edilib. Bununla da ölkə üzrə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2836 nəfərə çatıb.
Həmçinin Anar Bağırov jurnalistlərə açıqlamasında bildirdi ki, gələn il vəkil evinin açılışı olacaq. Bu bina istifadəyə veriləndən sonra öz infrastrukturuna görə bütün regionda aparıcı vəkillik qurumlarından biri Vəkillər Kollegiyası olacaq. Təbii ki, ölkəmiz bütün sahələrdə uğurlar əldə edir. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə aparılan islahatlardan vəkillik kənarda qala bilməz və vəkillik çalışır ki, bu islahatlara uyğun addımlasın, irəli geçsin və zənnimcə bugün Azərbaycan vəkilləri müstəqil Vəkillər Kollegiyasının tərkibində çox uğurla vətəndaşlarımızın hüquq və azadlıqlarını müdafiə edirlər. Ədalət mühakiməsinin təmin olunmasında önəmli rol oynayırlar. Sonra tədbirdə vəkilliyin inkişafına verdiyi tövfəyə və səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin vəkilliyin dostu mükafatı ilə Baş prokuror Kamran Əliyev isə kollegiyanın fəxri vəkili adı ilə təltif olundu. Mərasim çərçivəsində vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan və şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli and içmə mərasimi oldu. Namizədlər dövlət bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra edəcəklərinə dair öhdəlik götürdülər. Sonda yeni qəbul olunan vəkillərə vəkil vəsiqələri təqdim olundu.